Necə etmək olar ki, münasibətlərdəki əvvəlki hisslər yenidən bərpa olunsun? Dəfələrlə bir-birinizə şans vermisiniz, amma boşuna çıxıb və sevgidən əsər-əlamət belə qalmayıb. Ümumiyyətlə sevgi hissini yaşaya bilməyənlər, münasibət qura bilməyənlər, münasibətlərdə o hissləri yenidən bərpa etmək istəyənlər, hər biriniz üçün xoş bir xəbərim var. Çünki sevginin reanimasiya şöbəsi artıq açılıb və mən sistemli ailə terapiyası üzrə mütəxəssis təlimçi klinik psixoloq Samira Rəhimova bu qeydiyyatı artıq açıq elan edirəm. Dəfələrlə mənə müraciət edən fərdi, cütlük seanslarında bu prosesləri biz ardıcıl, mərhələ-mərhələ keçirdik. Lakin bilirəm ki, bir çoxu ailə terapiyası kursuna müraciət etməkdə bir qədər çətinlik çəkir. Ona görə də hal-hazırda qrup şəklində aylıq terapevtik kurs cəmi 20 AZN. Sevginin reanimasiya şöbəsində nələr olacaq? Həftədə bir dəfə Zoom-da aktiv görüşlər keçirəcəyik. Həftə boyu siz hazır təlimatlar, praktiki tapşırıqlar əldə edəcəksiniz ki, öz üzərinizdə işləyəsiniz. Əgər həqiqətən də münasibətlərinizi bütün bu baş vermiş hadisələrdən sonra xilas etmək istəyirsinizsə, artıq onunla birgə yenidən yaşamağa qərar vermisinizsə, bunu etməyə dəyər. Əgər indidən qeydiyyatdan keçsəniz, iyun ayına qədər hazır təlimatları əldə edib qrupun üzvü ola bilərsiniz. Buyurun, qeydiyyat açıqdır.